45-ci sualı. AB və CD vətərləri Y nöqtəsində kəsişir. AY 3 yazın. Buranı çəkməmişdik. AY 3 YB 8-dir. CY 6 və kosinus bucaq BY'dir. Kosinus bucaq BY'dir. Bərabərdir 4-də 1. Kosinus bucaq BY'də 4-də 1 olursa DB-ni tapın. DB sual. Burada nə edirik? Vətərlərin xassəsinə görə deməli AY vurulsun YB bərabərdir CY vurulsun YD'yə. Buradan da AY'miz 3, YB'miz 8 bərabərdir. CY'miz 6, YD'yə də yazaq yerinə elə. YD kimi. Buradan YD bərabər 4 olacaq. YD 4. Biz bilirik ki, deməli, iki tərəf onun arasındakı bucağın kosinüsü verilərsə, kosinüslər teoremindən istifadə edib DB-ni tapa bilərik. Onda DB-nin kvadratı. Yəni, 3 bucaq DYB-də. 3 bucaq DYB-də. İki tərəf onun arasındakı bucaq verilibsə və yaxud da tərəflər fərqli olaraq bucaq verilər. Ümumiyyətlə, iki tərəf və bucaq verilərsə, bucağın kosinüsü verilərsə, biz bundan istifadə edərək, kosinüslər teoremindən istifadə edərək digər tərəfi tapa bilərik. DB-nin kvadratı bərabərdir. YD-nin kvadratı üstəcənsin YB-nin kvadratı çıxılsın 2 vurulsun YD vurulsun YB. Vur, yuxarıdan yazırım. Kosinus bucaq Y yazır. Kosinus bucaq Y. Buradan da təzdən yazıram. DB-nin kvadratı bərabərdir. YD-miz bizim 4-dür. 4-ün kvadratı. Üstəcən. YB-miz bizim 8-dir. 8-in kvadratı. Çıxılsın 2 vurulsun YD. 4 vurulsun YB. 8 vur. Kosinus bucaq DYB. BYD də 4-də 1-dir. Kosinus bucaq BY'də də yaza bilərik və yaxud da kosinus bucaq Y-də yaza bilərik. Bu şəkildə 4-də 1. Buradan 4-də ixtisar gedir. DB-nin kvadratı bərabər 16 plus 64 çıxılsın 16. Buradan 16'lar getdi. DB bərabər oldu. DB-nin kvadratı 64 isə DB bərabər oldu 8-ə. Baxıram 47-ci suala. Xaricdən toxunan iki çevrədən birinin radiusu 1, onların ortaq toxunanın toxunma nöqtələrinin məsafə AB 6-dır. Yəni bu AB bunların ortaq toxunanıdır və bu məsafə 6-dır. A və B arasında məsafə 6-dır. İkinci çevrənin radiusunu tapın. Deməli, buradan nə edirik? Biz bilirik ki, mərkəzdən toxunanan perpendikulyar çəkilir. Buradan da çəkilir. Radiusu çəkəndə perpendikulyar olur. İndi baxaq. Deyir ki, digərinin ikinci çevrənin radiusunu tap. Buradan baxaq. Aha. Mərkəzlərin birləşdirdim çevrələri. Və buradan da 6, bura 1-dir, bura 1-dir, burada E-dir. Buna əsasən deyək, ikinci çevrənin radiusunu tapın. Belə bir düsturumuz var idi. AB-nin kvadrat, AB bərabərdir. Toxunma nöqtələr arasındakı məsafə düsturu. AB bərabər 2 kök atdı, böyük yer vurulsun, kiçik yer. Yəni, böyük çevrənin radiusu vurulsun, kiçik çevrənin radiusu. Bundan istifadə edən 6 bərabərdir, 2 vurulsun. Böyük çevrənin radiusu ilə erdir, kiçik də 1-dir. Buradan da kök atdı, R bərabərdir 3-ə, R də bərabər olur 9-a. Deməli, bu düstur ortaq toxunanın düsturudur. 48-ci sualda da eyni düsturla yazmaq olar. İki çevrənin radiusu 3 və 12-dir. R bərabərdir 3, R bərabər. Deməli, belə yazaq, tərsinə yazmaq. Kiçik yerimiz olsun 3, böyük çevrənin radiusu olsun 12. Bizə deyir ki, bu çevrələr ortaq toxunanın toxunma nöqtələri məsafəni tapın. Toxunanın, ortaq toxunanın toxunma nöqtələri məsafə düsturu 2, kök altında böyük yer vur, kiçik yer. O da 2, kök altında 12 vur 3. Bu da eləyəcək 2 vurulsun, kök altında 36, 2 vur 6 olacaq 12.
Baxıram 50-ci suala. AB çevrəyə toxunan AB bərabərdir AY-yə, o da bərabərdir CY-yə. Və AF 2-dir. A-dan F-ə qədər 2-dir. DF isə deməli, DF isə 6-dır. D-dən F-ə qədər məsafədə 6-dır. Və B-yə tapın deyir. Biz nə edərik? Birinci AB-ni tapıram. AB toxunandır və AD-də kəsəndir. Onun toxunanın kvadratı bərabərdir. A-dan F-ə qədər məsafə vurulsun A-dan D-yə. Buradan da AB-miz, AB-nin kvadratı bərabərdir. A-dan F-ə qədər məsafə 2-dir. A-dan D-yə qədər məsafə deyəndə DF-imiz bizim 6-dırsa, 6, 2, 8 eləyəcək. Yəni A-dan F-ə qədər 2, F-dən də D-yə qədər 6-dırsa, cəm 8. Onda AB olacaq 4. AB-miz 4-dür. Yəni baxaq, AB 4, eyni zamanda AB bərabərdə AY-yə. AB 4 sonda AY də 2-dir. AY 2-dirsə, A-dan F-ə qədər 2-dir, sonda F-dən Y-yə qədər məsafədə 2-dir. Və o da bərabərdir CY-yə. Deməli, AB bərabərdir AY-yə, o da bərabər CY-yə. Deməli, onda C-də 4-dür. AB həm AY-yə bərabərdir, həm də C-yə. Bu da 4-dür. Bizdə BY-ni tapın deyir. BY-də bir x desən, BC və FD vətərlərinin xassəsinə görə deməli, 4 vur x bərabər olur 2 vur 6-ya. Buradan da 4x bərabərdir 12-yə, x bərabərdir 3-ə. Burada 6 deyilmiş. Bunu səhv qeyd elədim. Deməli, burada ümumi f-də 6 imiş. Ümumi f-də 6-dırsa, mən bura 6 yazdım. Ümumi f-də 6-dırsa, onda ümumi bizdə df 6 idi. Bura 2-ci, onda bu tərəfinə 4 qalır. Y-dəyə 4 qalır. Onda belə tam şəkildə vətərin xassəsini yazaq. Yazıram. Fy vurulsun YD bərabərdir CY vurulsun YB. Buradan da Fy'miz 2'dir. 2 vurulsun YD 4 bərabərdir CY 4 vurulsun YB x. Burada 4 dərəcədir. X bərabərdir 2'yə. X-ə getsə, yəni BY-miz bərabərdir 2. BY oldu 2. Baxıram 51-ci suala. Mərkəzi olan çevrənin radiusu 4-dür. Yəni OB bərabərdir OC-yə, o da bərabər 4-ə. Yazaq burada 4, 4. Uyğunluğu müəyyən edin. Baxaq birinci şərtdə. Birinci şərtdə bizə nədir? Deyir BAC bucağı. Bucaq BAC bərabərdir 60 dərəcəyə. Bucaq BAC 60-dır. Biz buradan mərkəzlə birləşdirsək bunu. Ay, səhv birləşdirdim. A ilə onu birləşdirsək, toxunalar kəsişmə nöqtəsinin mərkəzlə birləşdirəndə, çevrə mərkəzlə birləşdirəndə AO tənbölən olur. Tənbölən isə, indi bizə deyir ki, BAC 60-dır. 60-dırsa, bu AO da tənböləndirsə, yarıya böləcək 30 dərəcə, 30 dərəcə. İki dənə düzbucaqlı üçbucaq yaranır. Məsəl üçün, baxaq ABO düzbucaqlı üçbucağına. ABO düzbucaqlı üçbucağına. ABO düzbucaqlı üçbucağına 30'un qarşısına katet hipotenuzun yarısıdır. Yəni, onda AO'muz bizim olacaq 8. Və 30'un qarşısındakı 4-dürsə, onda bu bucağa da 60 düşəcək. 60. 60'ın qarşısındakı da, yəni AB'miz də olacaq 4 kök 3. AB'miz də olacaq 4 kök 3. Deməli, 1'ə uyğun gəldi bir dənə AO 8 və 4 kök 3. C bəndi. Baxıram ikinci şərtdə, burada 4'ləri yazaq ikinci şərtdə. İkinci şərtdə bizə deyir ki, bucaq BAC 90 dərəcədir. Bucaq BAC 90-dırsa, onda AO bunu bölür 45, 45 hissəyə. 45, 45 bölürsə, onda yaranan bu düzbucaqlı üçbucaqlar bərabər yanlı düzbucaqlı üçbucaq olur. Burada 45 olur, burada da 45 olur. Bərabər yanlı düzbucaqlı üçbucaqsa, onda bizim AB tərəfimiz elə BO katetinə 4'ə bərabər olacaq. Hipotenuzumuz da katetin kök kimislə, yəni 4 kök 2 olacaq. 4 və 4 kök 2 buna da uyğun gəldi A və D. A və D uyğun gəldi. Üçüncü şərtə baxıram. Üçüncü şərtdə də BAC. Bucağı silim.
Deməli, üçüncü şərtdə də BAC-ni verib 120 dərəcə. BAC 120 isə AO tənbələrini bölür bunu 60 dərəcə, 60 dərəcə. 60, 60. Onda düz bucaqlı üç bucaqların digər bucaqları 30 olacaq. Onda əgər 60-ın qarşısındakı 4-dürsə, 30-un qarşısındakı olacaq necə? Deməli, AO belə yazaq da, BO bərabər idi AB-nin kök 3 mislinə. Düzdür? 60-ın qarşısındakı tərəf digər katetin kök 3 mislidir. Onda BO-muz bizim 4 isə 4 bərabərdir AB vurulsun kök 3-ə. Onda AB-miz olacaq 4 bölü kök 3. AB-mizi tapdıq 4 bölü kök 3. AB-miz 4 bölü kök 3 isə onda hipotenuzumuz da, yəni AO-muz da bunun 2 misli olacaq 8 bölü kök 3. 8 bölü kök 3. Deməli, 3-ə də uyğun gəldi. AO-muz 8 bölü kök 3 B bəndi. Bir də Y bəndi. 3-ə də uyğun gəldi B, Y. Baxıram suala. Sualın yalnız xətlər olan hissəsini çəkdim. Deməli, divar saatın uzunluğu 10 santim olan rəqqası AB rəqqasıdır. Deməli, bu AB rəqqasıdır. Bunun uzunluğu 10 santimdir. 10 santimdir. Və bu deyir ki, tarazlıq halında, yəni sükunət halında aşağı hissəsində 1 santim məsafədə dayanır. Buradan çəkirəm buranı da. Deməli, bu hissənin onda uzunluğu olur 1. Çünki tarazlıq halında x-dan bunun məsafəsi 1-dir. Sonra bizə deyir ki, hərəkət zamanı isə bu məsafə ən çox 5 santim. Ən çox 5 santim. Bu hərəkət eləyir. Baxın, bir bu tərəfə, bir bu istiqamətdə hərəkət eləyir. Hərəkət eləyib gedib bu M nöqtəsinə çatanda bunun yerdən məsafəsi bu isə olur 5. Və yaxud da B-dən hərəkət eləyib gəlib N nöqtəsinə çatanda bunun yerdən məsafəsi maksimum olur 5. İndi bizə deyir ki, buna görə rəqqasın hərəkət trayektoriyasının ən kənarı M və N nöqtələri arasında məsafəni tapın. Bizdə M-in arasında məsafəni soruşur. M-in arasında məsafə elə rəqqasda x məsafəsinə bərabərdir. Yazıram, bura bir B idi. Bura B nöqtəsi. Demək, bizdə M-in məsafəsini istəyir. M-in çəkirəm. Bu məsafəni istəyir bizdən. Bu da elə buradan görürük ki, x-dir. Nə edərik? Baxaram. Deməli, burada bir nə yazaq? Burada bir K yazaq. Bizim AK məsafəmiz oldu 10, üstəgəl bir 11. Bura bir D yazaq, burada bir L yazaq. MD məsafəmiz oldu 5. Sonra rəqqasın uzunluğu 10-dursa, onda A-dan M-ə yenə 10 olacaq. Çünki rəqqasın uzunluğu 10-da axı, hara hərəkət eləsə də uzunluğu dəyişmir onsda. Onda, indi baxaq. AM-miz də oldu 10. AM-miz də 10-dur. Baxıram. A, M, D və burada K demişik. K trapesiyasına. Özdə necə trapesiyadır? Düzbucaqlı trapesiya. Düzbucaqlı trapesiya baxıram. M-ləni birləşdirdik. Buradan bura qədər məsafə 5-dirsə, onda bu hissə də 5 olur. Ümumi 11 idi axı. Bu hissə 5-dirsə, deməli bura 6 qalır. 6. Bu düzbucaqlılardır. Burada düzbucaq 6. Yuxarı 6 qalıb. Onda 16 düzbucaqlı üçbucağa görə bura olacaq 8. 10, 6, 8 və onda DK-mız olur 8. Bu da belə. DK-mız 8, onda KL-imiz də bizim yenə 8 olacaq və DL də olacaq 16. Yəni x-imiz oldu 16.